Cəfər müəllim, bizim duaya ehtiyacımız varmı? Niyə dua edək? Dua belə deyək ki, müəyyən bir dinə, müəyyən bir mədəniyyətə yəni məxsus deyil. Yəni müəyyən bir çərçivəsi yoxdur. İnsanlığın tarixi qədər desək, yanılmarıq ki, duanın bir keçmişi vardır. Bəlkə də insan yarandığı andan duaya ehtiyaclıdır və dua eləyir. İnsan ümumiyyətlə daxilində belə bir hiss var ki, özündən yüksəyə inanmaq hissi var. Ona sığınma hissi var, ehtiyacı var və ondan nəsə tələb eləmək hissi var. Biz təbii ki, insan olaraq hər şeyə qadir deyilik. Hər şeyə qadir olan Allah Teala'dır. Və bizim potensialımız da məhduddur, qabiliyyətimiz də məhduddur, hər bir şey gücümüz də çatmır, hər bir şey eləmək qüdrətimiz də yoxdur. Müəyyən şeylər bizim bacarımız daxilində olsa da, müəyyən şeylər isə bizim bacarımız daxilində deyildir. Belə olduğu halda biz buna gücü çatan bir varlığa müraciət edirik. Məsəl üçün, uşaq hər hansı bir işi yerinə yetirə bilir, bəzi işlər isə yerinə yetirə bilmir. Belə olan halda valideynindən kömək istəyir. Həyatımızda da bu cür nədir? Biz həyatımızda müəyyən çətinliklərlə, müəyyən problemlərlə rastlaşırıq. Bəzilərinin öhdəsindən gəlirik, bəzilərinin öhdəsindən gələ bilmirik. Belə olduqda biz özümüzdən daha güclü varlığa üz tuturuq. Qüdrəti sonsuz olan varlığa üz tuturuq, ondan kömək istəyirik. Bu bizim, belə deyək, daxili, xarici ehtiyaclarımız üzrində. Bir də var ki, daxili ehtiyacına görə biz Allah Teala'ya üz tuturuq, dua edirik. Daxili ehtiyac nədir? Məsəl üçün, psixoloji zəifliklərimiz ola bilər, günahlarımız ola bilər ki, buna görə biz Allah Teala'ya üz tuturuq. Və bizim bir də ehtiyacımız var ki, o uca varlıqla biz əlaqəyə keçməliyik. Allah Teala ilə biz ünsiyyət qurmalıyıq ki, bizdə bu ehtiyac var. Həm psixoloji cəhətdən bunu hiss edirik, həm də ruhu cəhətdən biz bunu hiss edirik ki, bizim Allah Teala'ya dua eləməyə ehtiyac var. Dediyimiz kimi, həm ehtiyaclarımızdan, dünyadakı ehtiyaclarımıza görə, həm də ki, mənəvi ehtiyaclarımıza görə vardır. Məsəl üçün, Abdullah ibn Sinan İmam Sadiq əleyhissalamdan bir hədis nəql eləyir. Bu hədis də bizim dediyimiz sözlərə təsdiq olaraq biz bunu qeyd eləyə bilərik. İmam Sadiq əleyhissalam buyurur ki, çox dua eləyin. Çünki dua Allah Teala'nın bəxşiş xəzinələrinin açarıdır. Bütün istəklərə dua vasitəsilə çatmaq olar. Allah dərgahında elə nimətlər vardır ki, onları duadan başqa heç bir vasitə ilə əldə etmək olmaz. Əldə etmək mümkün deyil. Unutma ki, hansı qapını döysən, axırda o qapı sənə açılacaqdır. Yəni, insan dua vasitəsilə, başqa hədislərdə də qeyd olunub ki, dua vasitəsi elə bir Allah Teala'nın insan üçün təyin elədiyi elə məqamlar var ki, elə zirvələr var ki, insan o zirvəyə yalnız və yalnız dua vasitəsilə, dua eləmək vasitəsilə gedib çata bilər. Hətta təhqiqatlar göstərir ki, araşdırmalarda biz baxsaq görərik ki, biz kosmos dövründə yaşayırıq, texnologiyanın inkişaf elədiyi bir dövrdə yaşayırıq, amma dua ehtiyacından xaricdə deyilik. Yenə duaya ehtiyacımız var. Məsəl üçün, nümunə olaraq göstərə bilərik ki, kosmos səyahətində, ay səyahətində insan heç təkəbbür göstərmədən yenə duaya üst tutmuşdur. Nümunə olaraq, kosmonavt Edwin Aldrin ayaq basar-basmaz ilk elədiyi şey dua və ibadət olmuşdur. Hətta kosmos mərkəzi onunla əlaqəyə keçmək istəyirdi. O onları yubatmış və dua elədikdən sonra ona cavab vermişdir. Yəni, insan duaya bu qədər ehtiyaclıdır. Fitrətimizdədir. Bəli, dua bizim fitrətimizdədir. Məsələn, Alexis Carrel deyir ki, bir cəmiyyət əgər duadan uzaq düşmüşdürsə, o cəmiyyət tənəzzül edən bir cəmiyyətdir. Mənəvi cəhətdən süquta uğramış bir cəmiyyət.